Biraz girişini sizə göstərim. Siz fikir versəniz, 3 alov gülləsi. 3 alov gülləsi simvol nəyin simvoludur? O zamanlar çox qədimizə görə ilk Raçkapurov, Mendeleyev, Gəlib bura Mendeleyev. Yəni ən qədimi kitabələrdir. Siz fikir versəniz, burada 19 kitabə var. Hind dilidir, Devanagari dilidir və Pəncəbi. Biraz girişini sizə göstərim burada. Girişi də möhtəşəmdir. Bunlar satış nöqtələridir. Turistlər çox gəldiyi üçün burada satış nöqtələri düzəldiblər belə. Ateşgah məbədi burada yerləşir. Ticarətlərini də edirdi Azərbaycan və Hindistan arasında şu böyük İpək yolu. Ona görə elə bu ateşgahda yarandı. Ateşgah məbədi. Çox məşhurdur. Çox məşhurlar da olub burada bax. İlk növbədə deyilənə görə ilk Raçkapurov hazır görsə Hindistanlılar. Nə Hindistanlılar, başqa ölkələrdə də gələn var. Rusiyadan Hindistandan ümumiyyətlə çox. Bəli. Çox məbədi. İlk məbəddir Azərbaycanda Zərdüşt məbədi. Zərdüştlüyün. O deməkdir ki, fars dilində atəş, alov, Bəli. agah, ev. Yəni o da evi deməkdir, alov evi deməkdir. Özü Suraxanı rayonunda yerləşir. Suraxanı özü də fars dilində qırmızı ev deməkdir. Bəli. O zamanlar alov çıxırdı. Alov yəni və insanlar alovu görərkən qərarlaşdılar ki, bir kiçicik məbəd tiksinlər. Və beləcə bu din Zərdüşt dini adlandırdı və Zərdüşt dini siz bilirsiniz ki, yəni İrandan gəlmədir və Peyğəmbəri Zərdüşt peyğəmbər olub. Bəs kitabları Avesta olub. İlk tikiliş karvansaray olub. Karvansaray tikili olub ateşgahda. Yəni o tikilib sonda səyyahlar üçün. Yəni səyyahlar Mendeleyev gəlib bura Mendeleyev. Bəli, Mendeleyev yəni kimyaçı, məşhur rus kimyaçı burada olub. İşləyib, burada fabrika olub 1857-ci ildə. Ateşgahın arxa hissəsində məşhur rus mecenatı, yəni mecenatı qərarlaşdırır ki, burada tiksin bir fabrika, çünki bu neftlə zəngindir bir yerdə Suraxanı və Mendeleyevi çağırır əməkdaşlığa işləməyə və Mendeleyev hətta orijinal məktubları da qalıb muzeydə, Sankt-Peterburqda, Mendeleyev adına muzeyi var Sankt-Peterburqda, orada öz həyat yoldaşına təsvir edirdi bütün Suraxanın alovunu, neftini. Və beləcə qonaq otağı tikilib Cuma, yəni Cuma ata burada olub və 26 hücrə var. 26 hücrə, otaq, bəli. 20 yazı var, sanskrit, qədim Hind dilidir. Hazırda dünyada 3 məbəd var. Azərbaycan, İran, Yəz şəhəri, orada da var, İranda da var, bəli. Və Hindistanda. Gəzək baxaq. İndi deməli hücrələri gəzib baxırıq. Ətrafda Hindistanlılardır. Yəni elə bir sanki Hindistandasan. Yəni ən qədimi kitabələrdir. Bəli. Siz fikir versəniz, burada 19 kitabə var. Hind dilidir, Devanagari dilidir və Pəncəbi. Pəncəbi sinxların dilidir və ismidir taciri və onların hər bir kitabədə onlar salamlayırlar Ganesha, tanrıdır. Onların tanrısı olub Ganesha. Yəni uğur tanrısıdır. İnançları olub da. İnançları çox olub, çox Allahlıq olub onlarda. Bilirsiniz, Hindistanda Ganesha, Shivaya, Vishnuya, Brahma ibadət edir və hər bir kitabədə Ganesh'in adı hallanır. Çünki Ganesh onlara, xüsusilə tacirlərə uğur gətirirdi. Bəli, baxaq içəri. Buyurun. Sonradan gözəl Bu içərdə onlar yaşayış hücrələri olub da, deyək ki, yəni zəvvarlar, atəşpərəstlər, bax burada qalırdılar da. Yalnız deyək ki, kişi xeyalaqları qalırmış. Burada qadınlar, bəli, manastır deyək də, indi bura olub. Və hal-hazırda borularlandır alov. Yalnız alov, təbii alov yanardağda qalır. Orada olmuş, bəli. Yanardağda. Niyə görə borularlandır? Çünki sizə ilk öncə danışdığım Suraxanı torpağı, neftlə zəngindir və Mendeleyevin fabrikasından sonra 1883-cü ildə tükənir alovlar. Amma ateşpərəstlər, hindi ateşpərəstlər ola bilər ki, tərk edir, buranı çıxır, amma onlar bəlkə də anlam, bəlkə də fikirləşirlər ki, nəsə bir günah işlədiblər ki, alov qəzəblənib söndürür. Ona görə inançlarına tərs ol gəlir. Amma
sadəcə neft sənayesindən bağlı olur. Təbii bir şey olur, evet, bəli. Uçulur, dağılır və siz fikir verin 64-də. Amma deyim ki, sizə muzey 71-də, yəni muzey kimi fəaliyyət göstərib Atəşgah, statusu da ki, açıq səma altındadır Atəşgah adlanır statusu. Açıq muzeydir bir növdə. Açıq səma altında muzey. Dörd ünsür siz fikir verin, dörd ünsür zərdüştliyin yəni elementidir, rəmzidir. Hal-hazırda bizim Novruz bayramı, siz bilirsiniz Novruz bayramı zərdüştlidən gəlməlidir. Bəli, bizim İslamiyyətin deyil. Fermer bayramı deyək də, yəni məhsullar bayramı deməkdir. Yəni martın 21-i və elə bil ki, 4 çərşənbə deyirik biz hətta ünsürlərə. Bax, bu da 2008-də deyəsən başlayıb, 2013-də bitirilib Atəşgahın yeni, yəni çox burada qazıntılar olub Atəşgahda. Azərbaycanca video, bax, hər bir hücrədə var. Havalanma. Havalanma vardır. Kiçik qapı, yəni sayğı rəmzidir, hörmət rəmzidir. Və bütün bunlar... Əyilərək keçmək. Və bunlar hamısı Abşeron yarımadasında tapılıb. O deməkdir ki, Azərbaycandan Hindistanın 18-ci əsrdə sıx ticarət əlaqələri olur. Və ona görə tacirlər karvansarayla gələrkən, bura dayanarkən alışverişlər edilmiş. Azərbaycandan aparmışlar duz göllərində zəngin oldu Azərbaycan. Duz, balıq, Lənkərandan xüsusilə balıq, zəfəran, xalçalarımızı və Hindistandan da nə getirirlər? Tütün, kaşmir, bilirsiniz, kaşmirdən və onların buxurlarından, ətir, ərəbləri də məşhur. Bu dolaplar olur, kiçik bir dolaplar. Oraya qoyulurlar çıraqlar neftdən. Amma neftdən öncə Azərbaycan yəni su itinin yağı ilə Xəzər dənizindən istifadə edirlər. Sonra Bibiybətdə 1846-cı ildə neft tapılarkən birinci it nefti, ağ neflə və qara olub axı bizim. İraqa göndərmişlər. Niyə görə? Çünki o zamanlar İraqda ekzema yayılmışdı xəstəlik və bunu göndərildi müalicə üçün. Hətta deyilənə görə, rəvayətə görə tacirlərin bir neçə ekzema ilə yəni xəstələndirmişlər bir neçə dəvələri və onlar neftlə, ağ neftlə müalicə olurlar və hətta ola bilər. İndi istifadə olunur müalicə əhəmiyyəti. Bəli, neft, necə deyək, naftalar. Və hətta bundan sonradan qoyurlar, bütpərəstlik olmağı bilirsiniz Hindistanda, figurlar və ibadət. İlk Atəşgah belə olub. Bəli. Bizim İranın 2-ci əsrinə. Bəli, Çaxarda olub. Və bir yazı da fars dilindədir. İndi mən sizə göstərəcəm. Onların çünki otağı olur parsların. Parslar bura gələrkən onlar üçün otaq tikiblər. Ayrıca qalmaqları üçün. Çünki onlar qala bilməzlər. Yenə deyirəm, onların ayrı-ayrı adət-ənənələri olub. Amma onların nə bağlılıq olub bura? Alov sadəcə. Bəli, alov. Alovla, hər tərəf alovla olub. Alov torpağı deməkdir. Surxanə özü alov torpağı deməkdir. İkinci hücrə. İkinci hücrədə də qalırlar. Bax, siz fikir versəniz, 3 alov gülləsi. 3 alov gülləsi simvol nəyin simvoludur? O zamanlar, çox qədimi zamanlar, İslamdan öncə 3 zərdüş məbədi olub. Bəli. Pirallahda, Şubanidə və Atəşgahda. Sonra ki, Azərbaycan İslamı qəbul edərkən bunlar sökülüb və sonra 18-ci əsrdə Böyük İpək yolu ilə gələrkən bura tacirlər buranı yenidən tikiblər, Atəşgah ediblər. Amma hal-hazırda bunlar yoxdur, məsələn, Pirallahıda. Yəni, tapılıb. Burada qalıb, əsas mərkəz olaraq. Bəli, qalıb, yəni ki, tacirlər gəlib tikiblər. Yəni, pul ödəyib, yerli ustalar. Çünki memarlıq, bura Abşeron, Şirvan memarlığıdır burada. Yəni, yerli ustalar tikib, tacirlər bəxşiş ödəyiblər də, tacirlər deyək. Bax, bunlar Abşeron yarımadasında tapılır. Neçənci əsrlərdir? Orta əsrlər. Bəli, çox qədimidir. Yəni Abşerondan tapılıb, Abşeron yarımadasından tapılıb. 16-cı əsr, 15-ci əsrə aid olan. Bax, bunlar dolablardır, kiçik dolablardır. Çıraqlar, figurlar. Bu isə yanardağımızdır. Bu isə Mərdəkan qalaları var. Biz Mərdəkanda 2 qala var. Olmuşam orada. Mərdəkanda da Ramanoda. İkisində də olmuşam. Onlar niyə görə tikilib? Onlar tikilib ki, elə bil ki, müdafiə qalasıdır. Monqol, yəni siz bilirsiniz ki, Çingiz xanın imperiyasından müdafiə qalası. Nə ilə bağlıdır? Niyə görə məhz Atəşgahdadır rəsmi burada? Çünki o zamanlar Surxanıdan ateşi getirirlər, yandırırlar yuxarıda.
mayak kimi, siqnal kimi. Bilinməz, istehkam kimi bilinir, bilinməz Hər bir üçün. momentdə ola bilər ki, onlara bildiriş olsun ki, gələn düşmən var. gələ bilir. Bəli. Ona görə bunlar müdafiə qalası tikilişi Ramanada və Mərdəkanda. Bunlar da yollardır. Siz bilirsiniz ki, böyük İpək yolu ilə gəlirlər tacirlər. Çindən, Hindistandan. Bəli, bu Qazaxıstan, Özbəkistan yəni keçirlər, amma o qədər ki yorğuncu, çətin yol idi. O qədər çətin yol, hətta gələndə qurban da kəsirlər tacirlər ki, sağ-salamat gəlirlər bura. Çünki çox necə deyirlər, qorxulu, qorxulu. Hindistanlılar bayaq da qeyd elədim, həddindən artıq çoxdur. Sanki Hindistandasan. İkinci buyudu tapılıb buyu, su quyusu. Amma neft hissə ki, orada neftlərlə qarışıq var. Oy, oy. Neftdir. Çox dərindir. Çox da. Bu isə ambardır, köhnə ambardır deyək. Burada onlar taxıl saxlayırdılar. Bəli. Düyü saxlayırdılar. Baxa bilərsən, amma yavaş ol. Elə bir Yavaş, yavaş. ambara da bir dənə girək baxaq. Bura baxın necə. Əslində o Ramanada, o Mərdəkanda da qalalarda da içi bütöv ərzaq saxlamaqdan ötürü ambarlarda, quyularda olur. Burada da olur, biz nədə saxlayırlar. Bəli. Həm də uzun müddət içəridə qalanda yeməyə ərzaqları olsun deyənə, qalsın deyənə. Düyünü, çünki meyvə tərəvəzi saxlamaq olmaz elə bilir. Düyü. Əsas düyüdür, Bəli, turşu, qida. güllər, baharat da, necə deyərlər, onlar yeyirlər məsələn, taxıldan, zaten axır belə tacirlər gətirirdi. Siz fikir edin, bu Parslanlı otağı, Zərdüş otağı. Bu Zərdüş. Bu Zərdüşlər burada qalırlar, Zərdüşlər rituallarını ediblər bura. Ailələri olub, burada bax, geyimdir, geyimi Zərdüş bu onların geyimidir. Zərdüşlərin Bəli, süs bəli, geyimi. ağ geyim, o deməkdir ki, təmizlik rəmzidir, saflıq rəmzi, sədrə, siz fikir verin, sədrə, köynək sədrə olub. Bəli. Elə bil ki, üzlərini bağlayıblar ki, sanki öz nəfəslərini kirləndirməsinlər alovu. Bəli, bəli. Bax, bu alov alov qab olub. Belə göstərək. Afrinagan. Bax, bu... Alov qabı. Bəli, bəli, biz Afrinagan. Afinagan. Afrinagan. Yəni bu isə onların bellərini bağlayıblar, amma mən sənin ki, bunsuz olmazdı. Bu çox müqəddəs, deyilir, quşdur. Adı quşdur, bunsuz olmazdı. Mütləq bununla olmalıydı. 3 dəfə bağlanırdı. Doğru fikir, doğru təməl, yəni onları bilirsiniz ki, 3 fikirlə gedirdilər, 3 yolla gedirdilər. Bu isə sərpuşdur. Yəni onu geyinirlər ki, heç bir teli, saçın teli düşməsin. Baş örtü. Araqçın bir növü. Sərpuş. Sərpuş. Və elə bil ki, onların da öz kahinləri olub, baş kahinləri olub. Necə Hind atəşpərəstlərində onların da kahini olub. Və burada rituallar, ayinlər keçirirlər. Dini ayinlər. Hə, dini ayinlər. Bu isə sadəcə İrandandır, Fars, Zərdüşt. Yəni dinini təsvir edir burada. Siz fikir verin, Simur quşu, alov rəmzidir. Siz fikir verin, svastika da hərdən oxşur. Svastika həyatı rəmzidir. Yəni o... Bu isə çıraqlar üçün idi, təzə ekspozisiya çıraqlardır. Hə, yandırıb işıqlanmasından ötürü maraqlı görünür. Həmənbəstə olur, həmənbəstə. Onlarda içki olur, xauma, Zərdüştlükdə xauma olur. Xauma. Yəni otlar olur, otlar da ki, süd məhsulu ilə elə bir ki, qaçığı olur, xauma olur. Onlar istifadə ediblər içkini. Bu isə yəni Zərdüşt peyğəmbərin rəsmini təsvir edilir. Bu daxma. Siz bilirsiniz ki, ümumiyyətlə hindlilər nə edirlər? Kremasiya edirlər. İnsan ölənlər... Burada tapılı bir yer, kremasiya yeri. Sonra da ki... Elə bir şey yandırmaq da öləndən sonra. Bəli, o keçmişdə də olubdu əslində, tarixdə. Keçmişdə burada da olub. Məsələn, verirlər sonra külünü kim gedirdi Hindistana, səpirlər çay, qanqa çay üzəri. Amma Zərdüştlükdə olmuyor bax kremasiya. Zərdüştlük yəni daxma olur, sükut daxması deyirlər. Baş yamalçı sükut daxması. Onlar vəhşi quşları qoyurlar cəsədi, vəhşi quşlar dedib yeyirlər. Sonra sümüklərinə də tökürlər məhlul, kimyəvi məhlul.
və toza çevrilir. Niyə görə? Ünsürlərdən biri torpağı kirləndirmirdilər, gübrələndirirdilər. Bu zərdüştlükdə olur. Hal-hazırda buradan tapılmır. Deyilənə görə Qubada var və Bombeydə var, Hindistanda var. Bu isə fikir verir. Yəni zərdüştlüyün bilirsiniz Novruz bayramında, yəni şirniyyatlarıdır, şəkərbura, yəni ayın rəmzidir, qoğal, şor qoğalı günəşin rəmzidir və ulduzun da rəmzi paxlavadır. Burada da bilirsiniz ki, yəni alov rəmzidir. Bizim Kalağaylılarımızda, bizim xalçılarımızda da var bu ta və nar, o da alov rəmzidir. Və bütün bu şirniyyatları bilirsiniz ki, Novruz bayramında, bəli, bizim İslamiyyətlə əlaqəsi yoxdur, sadəcə olaraq mədəniyyət olaraq gəlir. O fermerdir də, necə deyirlər, fermer bayramı olub da. Bax o yazı mən sizə izah edirəm, bax o yazı zərdüştlüyün otağını fars dilində, yalnız bir dənə fars dilində qalıb ki, sübut var ki, zərdüştlər burada olub. Kitabəsi. Yuxarıda da ki, Hind dilində. Altda ərəbcədir, səhv Ərəb eləmirəm. hərflər, amma fars dilində. Fars dilində. Yox, mən ərəbcə oxuya bilirəm, amma o biraz o şeylə, necə deyim, biraz belə xəttahlıqla yazılır deyəndə oxumaq çətin olur. Bu da ateşpərəstdir, nurlandırır meyvələri. Baxaq burada. Öncə nurlandırır, işıqlandırır deyə. Yeməmişdən öncə meyvələri nurlandırır. Qəribə inanclar olubdur. İnanırlar da, onlar alovla bağlıdırlar. İndi mən sizə deyərəm ki, niyə? Ya, baxırsan, bura ibadət otağı olub, qış ibadət otağı. Bəli. Bax, fikir verin. Atəşpərəst uzanıb isti əhəngin üstündə. Əhəng də bilirsiniz, Surxanı rayonunda çox məşhur əhəng. Əhəngin üstündə özünü, heç kəs məcbur etmir. Özünü reinkarnasiya deyirlər də. İnanırdı da, o dünyaya inanırdı onlar. Və uzanıb isti əhəngin üstündə. Bu alov dəllikdə, bir deyək ki, yer alov, ateş alovdur. Amma hindilərdə cüvala gedir. Cüvala nə deməkdir? Yəni, Ganesh'in, yəni Shivanın düşərkən alova, orada Shakti olub. Yəni, Shakti tanrının, enerjik tanrının yananan bir alov yeridir. Amma sadəcə alovdur da, yəni dəlli bir alovdur. Bir neçə yerdə var burada. İnancları olub da indi. Bu da qış ibadət yeridir, kahinlərin. Kahinlər, yəni deyilənə görə yayda mərkəzi məbədgahda ibadət edirlər, amma qışda burada. Siz fikir verin, şanq var. Onların məşhur musiqi aləti, balıq qulaqçıdan şanq, Allahlarını çağırırdı ibadət edərkən. Və orada saxlayırdılar, necə bir yer olub onlarda, müqəddəs bir yer olub, saxlayırdılar. O yer, ora. Cürbəcür öz yəni alətləri, musiqi alətlərini saxlayırlar, ibadət zamanı istifadə edirlər və iki qab onlara müqəddəs olur. Bir qabda onlar saxlayırdılar inək yağı, kremasiya üçün. Və ikinci qabda da qanq çayından gətirilən su. Nəyə görə ibadət edərkən çiliyirdilər ki, təmizlənmə getsin. Çünki bilirsiniz, onlar üçün müqəddəsdir qanq çayı. İndi də o qanq çayı indi onlar üçün müqəddəsdir. O orada davam edir. O necə də müqəddəsdir. Ən sonuncu tikiliş, onların necə deyərlər, şahlarını Vikramaditya şahının dövründə tikilmiş. Tikib Kançangir adlı bir tacir tikib, qonaq otağı bax buradan gör. O zamanlar o hündürdə olan da yanırdı. alov. Neçə dəfə istəyirlər bərpa olunsun, amma alınmır da, qorxurlar ki, lap sonda partlayış ola bilər. Hətta bir-iki dəfə burada partlayış. Rəmz olaraq qalıbdı, amma burada yanmağı elə bəs eləyirəm. Ora hündürdür, həm də ki, orada biraz külək. Boru tapılır. Geçirmiş boru, gaz borusu. Bu boru, gaz borusu. O zamanlar deyilənə görə Aleksandr 3-cü amma gəlməyib düzdür, sadəcə Bakıda olub. Bəli, Aleksandr 3-cü. Və elə bir ki, fikirləş bura gələr ziyarətə və qaz çəkiblər. Bu isə kremasiya üçün. O da yandırmaq üçün. Kremasiya üçün. Tacirləri iyanə də ödəyirlər, tikilirdi bura. Ateşgah. Siz fikir verin, bax bura zəncirlənib, 20-15 kiloqramlıq zəncinə öz-özünü zəncirləyib. Bir gün danışmadan, yemədən, içmədən, belə öz-özünə heç kəs ola məcbur, cüvalarla yanında müqəddəs Allah'ını təmizlənirdi, günahlarını təmizlənirdi. İnançlarından, güyəşi günahlarından təmizlənirdi. İnanırdılar, çox inanc oldu, onlar da Allah'a qarşı. Amma qeyd edeyim ki, belə şeyləri görəndə adam İslamiyyətə, həqiqətən İslamiyyət necə gözəl din olduğunu, yəni adam anlayır. Yəni, bilsən, boş tamamilə xurafatdır da.
Elə baxırsan, yəni indi də xurafatdır. Məsələn, nələrə qanq çayına və yaxud nələrsə, yəni Allaha inanc düzgün deyil də onlarda. Ona görə də İslamiyyəti adam daha çox bağlanır belə yerləri görəndə. Allaha şükürlər olsun. Daha İslamdan öncə olub da. Yo bilirəm, biz son İslamın əvvəl olduğuna görə başa düşüləndir, amma sonradan onlarda indi də var. İndi də var, bəli, bəli. Zatda da. Bəli, Bütpərəsi evdə düzəldilər, məbəd kimi ibadət edirlər. İndi də o davam edir onlarda. Onlar danışırlar ki, hər otaqlarda Ganeshin fiquru var, Shivanın fiquru var. Var onlarda deyirlər. Bu Ayurveddir. Ayurved, yəni bilirsiniz də, bu Hind Ayurvedləri cürbəcür bu dərmanlar düzəldirlər. Təbabət. Hə, təbabətlə, xalq təbabəti. Xalq təbabəti. Çiçəklərlə, bitkilərlə. Və hətta deyilənə görə ikinci fərziyyə də var ki, ola bilsin yemək hazırdır. Prasad. Prasad onların dini yeməyidir. Bizim bəlkə də halviya, nə bilim, bəlkə firniyə də oxşayır, çünki onlar hərdən deyirlər. Prasad və hindi də var onlarda o dini yemək, prasad, məşhur. İbadətdən sonra hər bir məbəddə, məsələn Hindistan onlar bizə danışır ki, pulsuz pərəsiz paylayırlar yeməyi. Bu isə ehsan. Düzdür. Bu da ilk yəni tikilişdə siz fikir verin, taxtadan eləyiblər ki, o hər bir zəlzələyə qarşı olsun, müdafiə. Bu isə qablar tapılmışdır onda. Bu tek yerli əhali də istifadə edir. Yəni deyə sırf hindilər yox. 13-16-cı əsrlərə aid. Bura dəvələri bağlayırlar. Hər hücrənin başında kitabəsi var. Hər otaqda da Şivanın adı qeyd olunur. Çünki Şiva onlar üçün salamlayıram, necə deyəlim, möhtərəm Lord Şivanı. Bu isə indi Kərvansaraydır. Fikir verin, tacirlə kahindir. Kahin yəni qarşılayır taciri, tacir də pul ödəyir, yəni. Bəli, həmin səhnədir. Bəli, səhnədir. Niyə görə? Çünki tacirlər, kahinlər, ateşpərəstlər burada qalırlar və pul ödəyirlər. 50 xırda qızıl pul bu torpağa görə, ateşgaha görə Bakı xanlığına. Ona görə tacirlər pul ödəyirlər burada. Həm də yeməklərinə də görə yığılır daha pullar, onlar yeməlidir. Bu isə töylədir, siz fikir verin. Gəlin heyvanlar saxlayırlar. Saxlayırlar. Bax, bu yem heyvanlarını bağlamaq üçün. Bu isə duz gölləri çox zəngindir Azərbaycan və aparırlar duzu. Hətta balıqları da duzlayırlar yolda xarab olmasın. Balıqları, zəfəranı, xalçanı aparırlar Azərbaycandan, oradan da gətirirlər. Yəni ticarət əlaqələri 18-ci əsrdə və beləcə də yaranır atəşgah. Və 1883-cü ildə, 83-də tərk edib çıxıb gedirlər, qayıdırlar Hindistana. İbadət otağı olur. Ateşgahın tarixi. Bu çaxardaqdır, dediyimiz yer çaxardaq. Bax, burada da məlumat hətta var. Sonradan 18-ci əsrdə tikilir mantra otağı. Mantra bilirsiniz ki, yəni müqəddəs sözdür, yəni mantra o, başlayır ondan. Bu mantra Ganpati, Ganesha aid. Yox, nədən ki? Bu isə mokshadır Hind dilində, yəni tərk dünya təmizlənir sanki. İnsanlardan çəkilir elə bir. Vücudunu, ruhunu təmizləyir, insanın vücudunu təmizləyir. Bax, bu mantra otağıdır. Meditasiya da elə başa düşdüm. Yeniləyir. Sadə dildə. Özün yeniləyir. Hə, buradan baxmaq üçün. Bax, bu da Pəncəbi dildədir. Hə, deməli, Pəncəbi dili. Bu isə, yavaş olun. Bu isə Ganeshin. Ən məşhur otaq Ganeshin otağıdır. Bura. O zamanlarda, yəni gələrkən Ganeshə, yəni hədiyyə kimi bir pul atırdılar, yəni ibadət edirdilər. Meyvələr, yağlar, lotus gülü burada atırlar və elə bir ki, indi də hal-hazırda kim ibadət edir, gəlir ziyarətə, bu otağı ziyarət edir. Bu isə yəni daşlardır, çaxardaqdan qalan daşlardır, yəni köhnə daşlardır. Bu isə ateşpərəstir, zəngə çalınırdı və eşidərkən, duyarkən ateşpərəslər yığılırdı ibadətə. 3 dəfə olurdu, amma zərdüştlükdə deyilənə görə 5 dəfə olub.
Və bir şey kimi, zınqrov kimi Bəli, də bəli, belə çağırırlar, yerlər. hə. Divar, yavaş ol. Bu da maraqlıdır. Всего этого заведения это оригинал оригинального камня. Так что, в принципе, Ateşgahın maketidir. Bəli. Məşhur Rus rəssamı Qriqori Qaqarin rəsmi üzərində düzəlib. Qriqori Qaqarin bir şəhərin məşhurlar çox burada olmalı, ziyarət edirlər. Siz ki, ateşpərəstlər ibadət edir alova. Onların alov allahlarının adı Agni olur. Bu isə yəni kahinlərdir, yəni mərkəz məbədgahda. Surxanın yəni ateşgahın, yəni görürsünüz ki, 19-cu əsrdə Bəli, neftir. bərpa və sonradan əvvəl. Siz bilirsiniz neçə dəfə burada düzəldiblər sonra bu neftdən sonra. Bəli, bəli. Bu isə bunların eposundan kopyalardır, Hind eposundan, Ramayana eposundan və Vay. ən orijinal daşlardır, bax fikir verin. Burada qalan. Peyni, bəli, bu tapılıb da, hətta gəliblər deyiblər ki, bu orijinaldır. Hə, o vaxtdan qalan Bəli, hissələrdir. hissə. Sizə göstərmiş olaq. Hə, çox gözəl işlər Bu da görürük. restorasyon. Həqiqətən restaurasiya olundu. Görürsünüz ki, nə qədər adam da gəlir. Deyilənə görə biz Bəli, bu hər daşlar. rəssam olub burada, Alman rəssamı və o rəsmdə biz görürük ki, ateşgahın ətrafında yanında qəbirstanlıq olub. Elə bir Bəli. ərəb dilində. Və sonra ki, nefti axtarışı olub, sökülüb bütün qəbirstanlıq. Onlardan qalan daşlar. Bəli, bunlar yox, bu Qəbir daşları. Bu isə sınavdır. Sınav, bax, boşdur. Yavaş ol. Bu sınavdır. Sınav, yəni dəstəmaz otağı. Hə. Elə bir təmizlənmə otağıdır, bax, bura. Hə, burada heç nə yoxdur. Özlərinə yaxşı şərait qurublar. Yavaş ol, tarihimiz var orada. Bax, bu da orijinaldır, daşlar var burada, tapılar. Çünki siz bilirsiniz ki, 1998-ci ildən UNESCO-dadır, amma hələ təsdiqlənməyib. UNESCO-da hal-hazırda içəri şəhərdir, bilirsiniz, Qobustandır, Xansaraydır. Amma hələ bura təsdiqlənməyib. Bəli. Ən qədimi də burada kitabələrdir, məsələn, ateşgahda. Bu da yazılır bizim neft haqqında, ağ və qara neft haqqında. Hətta film də çəkilib burada, Nobel qardaşların qohum məqaləsi deyilənə görə burada olub, film çəkilib. Sonra Hacı Zeynalabdin Tağıyev də burada filmi çəkilib. Hə, bura bizim son dövrümüzün deyil. Hə, rəsmlərdir, bilirsin, çox məşhurlar olub burada. Afanasi Nikitin, yəni məşhur səyyah, Rus səyyah olub orada. Sonra Vereshchagin, Qriqori Qaqarin, çox məşhur, Beriozi, Baqalyubov.